Deməli, I wish the future were without war for all people on our beautiful planet. Yəni bizim planetimiz üçün, bütün insanlar üçün müharibəsiz olar. Bu köhnə topluda var idi. Giving qaydası necə idi? Give something to somebody, give something to somebody və yaxud da give somebody something. İndi burada da deyir ki the host cut the pie into many pieces. Çoxlu hissələrə kəsdi və verdi onları qonaqlara. Give them to the guest. Cavabçı. Yəni Cem deyəndə o piroqları nəzərdə tutur. It has been raining almost every day. Bitmiş zamandır. Bitmiş zaman olduğuna görə since işlədirik. Normalda biz düşünürük ki at the beginning, at the end'dir. Amma burada ətin yerinə since işlədirik. Çünki bitmiş zamandır. There was a strange expression. Qəribə bir ifadə var idi. Onun gözlərinin içində quite unknown to me. Mənə yad olan. Sonra bu da var köhnə topluda. Yəni gözün içindəydi ifadə. The children were already. Uşaqlar hələ məktəbdədirlər. At school. Yağış başlayanda məktəbdə, universitetdə ət işlənir. The boy was skiing. O sürüşürdü. Təpədən aşağıya sürüşər də, yuxarı sürüşməz. Down bir dənə variantda var. With a warm scarf, isti şərfi ilə boğazının ətrafında şərflə. Bizim mənası lığlidir, round da ətrafında. Sonra the host son, yəni ev sahibinin oğlu qaçdı. Burada hamısı qaçmağa aiddir. Qaçdı. Along the corridor, koridor boyunca up to the stair, pilləkəndan yuxarıya, ikinci mərtəbəyə. Hamısı qaçmağa aiddir. Koridor boyunca qaçdı. Pilləkənlərdən yuxarıya qaçdı. İkinci mərtəbəyə qaçdı. Yəni between olmur. Çünki betweendən sonra cəm isim gəlir. İkinci mərtəbə ilə qaçdı olmur. İkinci mərtəbə ətrafına qaçdı olmur. Sonra Hans dayandı. Evin harasındasa dayanıb bilinmir. Yəni near yaxınlığında, in front of qarşısında və s. və ilə. Amma qo'dan sonra istiqamət gəlməlidir. İstiqamət olan intodur. Bu da köhnə topluda var idi. Hans evin qarşısında dayandı və qərara gəlməyə çalışdı ki, whether mənası mumi deməkdir, whether or mumi yoxsa deməkdir. Qərara gəlməyə çalışdı ki, içəriyə girsinmi, yoxsa girməsinmi? Davam edirik. Deməli, she missed the meeting. O görüşü qaçırdı. A family emergency. Yəni ailəsindəki təcili hadisəyə görə. Due to. To be grateful to somebody for something ifadədir. To be thankful to somebody for something yenə ifadədir. To, for. Əksi də ola bilər. To be grateful for something to somebody də ola bilərdir. Yəni yerlər dəyişik ola bilərdir. Mən çox eşitmişəm, a lot. Burada eşitməyə aiddir. Uşaqlar, a lot of qoymur. Çünki a lot ofdan sonra isim gəlməlidir. Biz çox eşitmişik. Onun haqqında about I'm looking forward to seeing him. Bəli. Onu görmək üçün look forward to bu ifadəni yadda saxlayın. Look forward to səbirsizliklə gözləmək deməkdir mənası. Look forward to səbirsizliklə gözləmək. Keçən illərin güvəni sınavında düşmüşdü. Look forward düşmüşdü. To-nu səndən istəyirdi. Look forward to səbirsizliklə gözləyirəm onu görməyi. Thank-dən sonra heç nə işləmir. Ted thanked his friend. Məsələn, ifadə olaraq yadda saxlaya bilərsən. Thank you deyirsən. Thank to you demirsən ki. Məsələn, thank you nə deməkdir? Təşəkkür edirəm. İndi deyir ki, Ted thanked his friend. Dostuna təşəkkür etdi. Congratulate sözündən sonra on işlənir. Uşaqlar yadda saxlayın. Congratulate someone, somebody on something. Bax. Somebody on something. Yəni, təbrik edirsən, nəyə görə təbrik edirsən, onun qabağında gəlir. He congratulated me on my success. Uğuruma görə məni təbrik etdi, məsəl üçün. Onda da onu işlənərdi. Sonra, tears like raindrop, göz yaşları, yağış damcısı kimi, onun geniş açılmış gözlərindən yanaqlarının aşağıya axırdı. From down.
Bu da var idi, bəli. Gözlərindən axırdı yanaqlarının aşağıya. Kimsə itələdi məktubu otağın qapısının altından və qaçdı. Across the hall, zalı eninə qaçdı. Ön qapıya, runla to işlənər də orada. Under to. Ön qapıya qaçdı. Qapının altından atdı məktubu. Ön qapıya qaçdı. Hamısı rana aiddir də, yəni. Burada rana aiddir. Qaçmaq. Sonra door sözü təkdir. Among-la between-dən sonra cəm isim gəlir. 3-dən 4-ə çıxırsan variantlardan. 3-dən 4-ə çıxırsan variantlardan. 5-i niyə çıxdın? 3-dən 4. 3-dən 4-ü çıxdın. Sonra visitor stood, dayanmışdı ziyarətçilər. Qapının yanında, bir də qarşısında. 1-dən 5. Cavab oldu B variantı. Şah İsmail the first, birinci Şah İsmail çalışdı ki toplasın müxtəlif xalqları under his rule, öz hakimiyyəti altında, vahid ideologiya ətrafında. Under, around. Bu da köhnədə var idi. Tom was different. Different fərqlidir. Different from, dandan fərqli olmaq. All other people I knew. Mənim bildiyim bütün insanlardan fərqlidir. I didn't know anyone. Mən heç kəsi tanımıram. Onun kimi. Like kimi, oxşamaq, bənzəmək kimi. Daha sonra gəlirik bura. Bu da köhnə topluda var idi. My friend had read a lot. A lot of niyə olmur? Çünki burada mənim, poet şair deməkdir. Şair. Şairi oxumazsan, şeiri oxuyarsan. Ona görə a lot of olsaydı, mən çoxlu şairi oxudum olardı. Şeir oxudum olardı. Düzdürmü? Şair haqqında olardı ona görə. Olur nə? Şair haqqında. Yəni of'un niyə olmadığını bildin mi? Çünki şairi oxumursan, şeiri oxuyursan. Şair haqqında oxuyarsan. Sonra a book of poem, bu da mən ifadə kimi qeyd etmişəm. Yiyəlik məzmunudur da. Məsələn, Azərbaycan dilində ikinci növ təyinli söz birləşmələri var. Məsəl üçün, ağac budağı, ağacın budağı. A branch of a tree və yaxud da a branch of the tree və yaxud da a poem, a book of poems nə deməkdir? Poema kitabı. İkinci növ təyinli söz birləşməsi. Poema kitabı, ikinci növ təyinli söz birləşməsi. Onda olur of. Poemanın kitabı deyil də, poema kitabı. I borrow this book from. Borrow'dan from işlənir. Dandan almaq. Yenə burada a lot var. A lot of olsaydı, different'dan from işlənir. Onsuz da o tapırsınız, cavab tapırsınız. A lot of olmur. Çünki a lot about customs and tradition of British. Yəni Britaniyalıların adət ənənələri haqqında çox bilirəm. Hansı ki bizimkindən fərqlidir. Dandan fərqli olmaq. The train left. Qatar tərk etdi Londonu at 5:30 in the evening. Yəni saatla ət işləndi, eveninglə də in işləndi. Novruzla ət işlənir, amma Novruz day olanda 10 işlənirdi. Dependlə də 10 işlənirdi, ifadədir. Sonra yenə burada friend sözü var, təkdir. Düzdürmü? Friend sözü təkdir. Between-lə among-dan sonra necə gəlir? Cəm gəlir. Ona görə nəyi çıxırsan? 1-lə 2-ni çıxırsan variantlardan. 1-lə 2-ni çıxdın variantlardan. Nə deyir indi orada? Joseph dayanmışdı. Dostunun arxasında, dostu ilə. Dostunun dayanmışdı olmur da. Yəni cavab olur nə? 3-4. Sonra burada the sun is the star that shines in the sky. Nə deyir? Günəş deyir bir ulduzdur. Hansı ki səmada in the sky parıldayır. During the day, gün ərzində. Give'dən sonra give earth, yəni da heç nə işləmir. Kiməsə nəyəsə vermək olanda heç nə işləmir. Verdiyi şey yoxdur orada. Give earth. Yəni nəyisə verdiyi deyil də burada aysa ol. Yəni burada give the sun rays to the earth nəsə bir şey olsaydı. Məsələn, bir şey ola bilər. Give the earth heat and və tərsinə olsaydı heat and light to the earth olardı məsəl üçün. Yeri dəyişik olsaydı. Yəni AE olan tamamlıq birinci gəlibsə, normal işlənir. Əgər AE olan tamamlıq ikinci yerdə gəlibsə, onda qabağını to işlənir. Vasitəli vasitəsi tamamlıqdır. İndi vasitəli vasitəsi deyəndə başınız qarışmasın dedirəm. On Monday. Bax burada return-lə nə işlənir? Ya to ya da from işlənir. Elə cavabı tapırsan ona görə. Return-lə ya to ya from işlənir. Bir dənə variantda var usta.
At 10 minutes to 7. Nə deməkdir bu mənası? 6:50 deməkdir. 6:50 necə dedik? 10 minutes to 7 dedik də. Əgər 6:10 olsaydı necə olardı? 10 minutes past 7. Saatlar. Saatlar necə olurdu? 6:10'da necə deyirsən? 10 minutes past 6. Əgər 6:50 deyirsənsə 10 minutes to 7. 7-10 dəqiqə var. Sonra please put your signature, zəhmət olmasa imzanı çək. On the last page of the document. Yəni on the page səhifədə. Səhifədə nə işlədirik? 10. Sonra even the longest of the journeys start with short step. Mən bunu əzbərdən yadımda qalıb deyəsən. Longest of the journeys, yəni nə deyir? Səyahətlərin hətta ən böyüyü belə kiçik bir addım ilə başlayır. Sonra, yəni tərcümədir yəni burada ofla biz. Try to start every day. Çalış ki hər günə başlayasan with a positive smile. Yəni pozitiv gülümsəmə ilə harda? Üzündə. On your face. Sonra Jane aldı bir yufka like mine, mənimki kimi. O amma geyinirdi onu ağ bluz ilə. Biz. Like kimi biz ilə. Qulaq as. Qulaq as. Qulaq as. To sit on the bench. Skamyakanın üzərində oturursan. Sonra go by ship. By ship. Minik vasitələri nə işlədirdi? By. Keep in touch with somebody. Vizi yoxdur burada. Depend on düzdür. Leave'dən sonra ya boşluq ya for işlənir. Bu da düzdür. Cavab oldu nə? 1, 4, 5. C variantı. Sonra wait for somebody. Bak burada diqqət yetirin. Wait for somebody. Amma və lakin. Wait one's turn ifadədir. Wait one's turn. Bu ifadələr arasında qeyd etmişəm mən. Wait one's turn o demək ki, növbə gözləmək. Növbə gözləmək. Ona görə heç nə işləmir orada. Wait to one's turn olmur. Wait one's turn. Go on an excursion. Səyahətə getmək, ekskursiyaya getmək. Bunlarda on işlənirdi. Sonra visit fail kimi onda heç də işlənmirdi. Bunu da çıxdı. Go into debt. Borca düşmək. Go down the hill. Təpədən aşağıya getmək. 2, 3, 5. Cavab oldu nə? Nə? My visit to somewhere. Orada visit sözü isim kimi olsaydı, visit olsaydı, onda to olardı. Amma to visit veribsə, demək visit sözü faildir. Visitin qabağına to'nun verilməyi o demək ki, bu magmək, yəni faildir. Visit olsaydı to olardı. Amma to visit olanda to olmur. Visit sözü, answer sözü isim kimi onda to işlənir, fail kimi onda to işlənmir. Go down the hill, təpədən aşağı getmək. Go into debt, borca düşmək. Answer sözü, əgər isim kimidirsə, to işlənir. Amma fail kimidirsə, heç də işlənmir. İşlənməyib, nə gözəl. Go to home olmur, go home olur, to'suz. Weekday ilə nə işlənir? On işlənir. Amma weekend ilə nə işlənir? At işlənir. Buna diqqətli olmaq lazımdır. Bored with düzdür. Complain about düzdür. 1, 4, 5. 10 day var axı tərkibində. Weekend olsaydı at işlənərdi. Sonra worry about. Nədənsə narahat olmaq. To be grateful to somebody for something. Düzdür. Sonra go on a plane. On a plane olardı. Ya da by plane. By plane ya da on a plane. Təyin edici olmalıdır on olması üçün. Bu da getdi. Get sad about something. Take an exam in history. Cavab oldu nə? 2, 4, 5. Bunlar düzdür. Take an exam in, have an exam in ifadədir. Sad about something. Düzdür. Consist of işlənir. Bir dənə P ilə. Make progress in something. Bu da düzdür. Bored with düzdür. Give something to somebody olmalıdır. Səhvdir. Take an exam in düzdür. 2, 3, 5 olan variant olacaq demək ki. 2, 3, 5. 2, 3, 5. 2, 3, 5. Cavab oldu nə? Y variantı. Düzülmüş. The team won the game. Nə deyir orada? Komanda oyunu qalib gəldi. Baxmayaraq ki, iki oyuncusunu itirməsinə baxmayaraq. Despite. In spite niyə olmadı? Of'u yoxdur ona görə. Object.
Object-dən inşallah to işlənir. Object to nə deməkdir? İfadə. Object to nəyəsə etiraz etmək deməkdir. Object to something. Nəyəsə etiraz etmək. By underground metro ilə getmək, düzdür. Complain of olmalıdır. Complain of headache. Bayaq dediyim söhbət var. Baş ağrısından şikayətlənmək, bel ağrısından şikayətlənmək ofla olur. Amma nəsə haqqında şikayət etmək olanda olur about. Complain about the prices. Qiymətlərdən şikayətlənirsən. About olur. Amma bel ağrısından o məcazi mənada şikayətlənməkdir. Ona görə. Go on business düzdür. Cope with düzdür. Cope with'in mənası öhdəsindən gəlmək deməkdir. Cope with something. Nəyinsə öhdəsindən gəlmək. Bu ifadələr hamısı vardır bizim kitabımızda. Açıb oxumaq lazımdır. İndi vaxt getməsin deyə mən açıb göstərmirəm. Apologize to somebody for something. Apologize. İndi burada guilt nə deməkdir? Günah. Günahı üçün apologize for the guilt. For the guilt. For which hansı ki üçün artıq sən cəzalandırılıbsan. Cavab C-dir də. Are you going to apologize? Sən üzr istəyəcəksənmi? For the guilt. Günahın üçün. Hansına ki görə artıq sən cəzalandırılıbsan. For which hansına ki görə. İndi apologize to somebody for something dedik də. He apologized for the guilt to the nə bilim deyək ki manager. Yox da orada şey də yəni. She took her coat off. Took off nə demək uşaqlar? Take off, soyunmaq. Take off, soyunmaq. Take off, soyunmaq. Təyyarənin enməyidir. Hə? People who live here, kim ki burada yaşayırdı, in ancient times, lead a peaceful life thanks to the unique geographical structure of the region. Burada qədim zamanlarda burada yaşayan insanlar bu ərazinin unikal coğrafi quruluşuna minnətdar olmalılar. Yəni quruluşuna borcludurlar da belə deyək. Yəni qədim zamanlarda bu ərazidə yaşayan insanlar sakit həyat sürmələrinə görə bu ərazinin unikal coğrafi quruluşuna borcludurlar. Thank to yəni orada onun sayəsində, ona görə yəni. Sonra a lot of people in the world, dünyadakı çoxlu insanlar learn English as it has taken the position of world language. Dünyadakı çoxlu insanlar, word-lə nə işlədi? In the world. Dünyadakı çoxlu insanlar ingilis dilini öyrənirlər. Çünki o dünya dili səviyyəsinə çatıb. Position of world language. Dünya dili deyəndə biz orada nə deyirik? İkinci nöqtənin söz birləşməsi var idi, yiyəlik məzmunu. Odur da, düzdür mü ayaq? Deməli, Mr. Brown chose the best art school for his son, oğlu üçün a lot of money, çoxlu pul xərcləyirdi on his education. Bayaq dedim axı, spend money on something. Spendin onu harda işlənir? Nəyə xərcləyirsən, onun qarşısında işlənir. Ona görə cavab olacaq nə? Cavab var mı? Sonra Daniel lay down, uzandı. Divanın arasında, üzərində in his coat, paltosu ilə və yatdı 1 saatdan daha çox müddətdə for more than an hour. Var mı elə variant? İndi burada uşaqlar bizə qarşı qalan şey nədir? In nətər işləndi? Əgər geyimdəsənsə, hansısa geyimdəsənsə, onda in işlədirsən. He was in a black coat. O qara paltoda idi. Yəni palto ilə idi demirsən, paltoda idi. Yəni onun içərisində idi yəni mənasında. Yəni paltarla olanda nə işlədirsən? In. Deməli belə. Sonra the streets were flooded. Nə deyir orada? Küçələr sel idi. Ani fırtınaya görə yoxdur. Fırtınadan sonra. Sonra deməli davam. Paul interested in ifadədir. Interested in olan variantı tapsan. Sonra he has got a lot of books. Çoxlu written'dan da by işləndə. Written by English writer. Written by kimsə tərəfindən yazılmış. Yəni mənasında. İngilis yazıçıları tərəfindən yazılmış.
Yəni interested in a lot of books written by Shakespeare. Shakespeare tərəfindən yazılmış. She left her keys. O açarını qoydu, getdi. Stolun üzərində, pəncərənin yanında, otağın içində. Yəni on the table, stolun üzərində, pəncərənin yaxınlığındakı stolun üzərində, yataq otağındakı, oturma otağındakı pəncərənin yanındakı stolun üzərinə qoydu. Deməli, walk gəzdi. Harda? Parkda, In the park. Yox, olmadı axı. Through the park. After dinner, sat by the lake. Yəni orada bax ən axırıncıya görə oturdu deyirsə, till the lake olmaz. Yəni orada yer bildirməlidir. To da yer bildirmir. Of'un əlaqəsi yoxdur. Between-dən sonra cəm isim gəlir. By'ın mənası yanında deməkdir. Yəni nədir? He walked through the park after dinner and, yəni o parkın içindən keçdi yəni mənasında. Through'un mənası demişdi ki, içərisindən. Yəni çerez. Parkın içindən keçərək, nahardan sonra parkın içindən keçərək getdi və gölün yanında oturdu. He hid the letter. O məktubu gizlədi. In the drawer, çəkməcənin içində. Under some papers in his office. Yəni çəkməcənin içində, kağızların altında, ofisin içində. Yəni ofisdəki çəkməcədə, kağızların altında məktubu gizlətdi. Sonra the trip. After the trip ola bilər. To the mountain. During the trip, Stop at a small village for lunch. Burada stop var ya, stop. Qaldı, dayandılar. Kənddə dayandılar. Dayanacaq mənasında demişdi ki, bayaq stop at the village. Bayaqki ifadə var idi. During the trip to the mountains, yəni dağlara səfər müddətində, ərzində biz dayandıq balaca bir kənddə nahar üçün. Placed yerləşdirdik, qoyduq gülləri vazın içinə, into. Yox. On the shelf above the fireplace. Yəni placed into eyni şeydə təxminən, amma orada sadəcə shelflə on olmalıdır. Onun başqa variantı yoxdur. Yəni deyir ki, fireplace şeydə ocağın yanına. Coming deyirsin, nə deyirsin? Şöminə. Azərbaycancası nədir? Ocaq. O yerləşdirdi gülləri vazın içinə, shelf, rəfdəki vazın içinə, fireplace'in üstündə, yuxarısında. They moved, onlar köçdülər ya da daşıdılar köhnə qutuları from the attic into the garage before the buradan burada from into before winter. Yəni bir yerdən digər yerə qarajın içinə daşıdılar qışdan əvvəl. Sonra there is a beautiful painting hanging, asılmışdı on the wall, yəni divarda. We sat, biz oturduq sakitcə. Cup of tea, onsuz da bunu tapsaq, görünək kömək edər bizə. By the window with a cup of tea, out of the cup olmur da. Pəncərənin yanında oturduq. Bir fincan çay ilə. Ha da. Yəni axırıncı ofu tapsan, a cup of tea, cups of tea. Onu tapırsan. The company's profit increased. Nədir orada? Şirkətin mənfəəti artdı. Yeni marketing strategiyalarına görə.
After. After. Cümləyə zaten daha sonra. Zabit. Burada misafir netice əlaqəsi olduğuna görə because of olmur. O da olar. D də olar. Səbəbi. Səbəbi. Sonra. Ama because of daha uygun geldi. Yeni marketing stratejisi. Because of tamam desin. After the sebep netice əlaqəsi var. Sonra geldik bura. We rested. Biz istirahat ettik, dayandık. On the bench. Olar da on the bench. Böyle bir tane varyant var onsuz da. After walking through the forest, yani meşede gezenden sonra biz istirahat ettik skamekanın üzerinde oturarak. Deal with, wake up, deal with, işi olmak, wake up, cevap oldu ne? 2-3. Turn off, turn on, take off olur da 2-3. Deal with, wake up. Depend on, belong to, wake up, talk about. Sonra the place, she placed the letter in the box on the shelf in the bedroom. Yani place yerleştirdi kutunun içinde, rəfin üstündeki, ya otaqdakı. We sat quietly, biz sakitçe oturduk ağacın altında, çayın yanında. Biz gezdik through the gate. Aşağı We walked through the gate, stopped, found time. Şimdi burada dayandık deyirsə ya beside olar yanında ya da next to olar. Biz kapıdan keçərək garajın bağın içine girdik. Bağın içine girdik ve dayandık fontanın yanında. On the garden olmur da yani məntiqlə. Yani fontan ile dayandık olmur. Yani out of. Yani biz kapıdan keçərək bağa girdik, bağın içine girdik ve dayandık fontanın yanında. Beside. Sonra yenə də pişik. Neçdən elə eyni sual elə? Pişik tullandı, sofa. Tullandı. Ay, bu pişikdən əl çəkin də. Pişik tullandı, pişik tullandı. Pişik tullandı divandan aşağıya. Qaçdı. And hid under the table. Nədir? Pişik tullandı divandan, qaçdı pərdən arxasına və gizləndi stolun altında. Ümumiyyətlə, pərdən arxasına qaçıb stolun altına da gizlənirlər. Yəni, məntiqlə də. Sonra they drove, onlar sürürdülər sahil boyunca, dayandılar at a small cafe by the sea, along at by. Sahil boyunca dayandılar balaca kafede, dayandılar, stop at, dayandılar, dayanacaq kimi, dənizin yanında. Along da boyuncaydı. Biz qaldıq evdə, at home, sonra during the storm, fırtına ərzində və oxuduq kitab ocağın yanında. Vay. Sonra lean nə deməkdir? Lean uzanmaq, belə də söykənmək. Divara qarşı söykənirsən də, against. Lean against, yəni ifadə kimi də deyə bilərsiniz. Looked out of the window, pəncərədən çölə baxdı. Wait for a reply, cavab gözləməyə. He leaned against the wall, yəni o divara qarşı söykəndi. Pəncərədən çölə baxdı və cavab gözlədi.
Yox, lean against. Mən onu lean belə söykənməkdir, qarşı da məsəl üçün. Əks yəni mənasında, əleyhinə. Walk. We walk slowly. Biz yavaşça gəzdik. Sətlə oturduqsa on da olmalıdır burada. On olmayan variantı çıxırıq. Pond nə deməkdir? Gölün, gölməçənin üzərində olmazdı. Gölməçədən olmaz. Yəni through the park, parkın içərisindən gəzdik və oturdu skameykada gölün, gölməçənin yanında. Sonra the keys were hidden. Rug kilim deməkdir, xalça kilim. Onun altında gizlədilə bilər, altında andı və right under by the door, qapının yanında, at the end of the hallway, yəni dəhlizin sonunda. Yalnız da under tapandan sonra cavab çıxır da, yəni kilimin altında gizlənir, adətən hamı gizlətdiyi kimi. A cat slept, pişik yatırdı, next to window, during üst tarafa, nə yaxşı burada C-yə qədər var imiş. Pişik, yenə də pişik. Pişik yatdı, stolun altında. Kimsə yaman pişik sevgisi var bu kitabı yazanda. Pəncərənin yanında, fırtına ərzində. Sonra deməli biz gəzdik. Çay boyunca olar da, çay boyunca körpüyə tərəf nahardan sonra, yəni altdan sonra. Çayın boyunca olar da, başqa variant onsuz gəlmir ki, çayın ətrafında, çayın qarşısında olmaz da. Çay boyunca gəzdik. Towards the bridge, körpüyə tərəf nahardan sonra. Açarlar shelf. Shelflə on the shelf olur bilir ki. Behind the door, qapının arxasında, lampanın yanında. Kimdirsə öz evlərindəki açarın yerini deyibdir burada. Rəfin üzərində, qapının arxasında, lampanın yanında. Arrive. Arrive nə işləməlidir? Arrive ilə station olanda ət işlənirdi. Arrive at the station. Balaca yerlər çıxanda ət olurdu. In the middle of the night. Gecənin yarısında. Sonra she hid. O gizlətdi. Gift. Hədiyyəni yatağın altında, qutuların arasında near the wall. Yatağın altında, qutuların arasında və divarın yanında. Kimsə yaman yaxşı koordinatlar verir. She was late. She was late. Aha. Yəni o çox yatmağına görə gecikdi. Gecə çox oxuduğuna görə. Gecə çox oxumağından sonra yatdığına görə gecikdi də. They talked about the meeting after dinner with their friends. Onlar danışdılar. Talk'la uşaqlar, talk to somebody about something. İndi də orada about olduğuna görə after the dinner with their friends, dostları ilə. We visited museum of modern art, müasir incəsənət muzeyi. Yəni o yenə də təyini söz birləşməsidir. Museum of modern art, incəsənət muzeyi. Gördün, ikinci növ, təyini söz birləşməsi. The bird flew, quş uçdu. Behind the trees in the garden. Under the trees in the garden before sunset. Ağacın altına uçub, bağdakı ağacın altına uçub. Yəni bağdakı ağacın altına uçub günəş batışından əvvəl.
Onsuz da sunsetlə on olmaz, bu getdi. Off olmaz, bu getdi. Garden'dan da bağdakı bağa ağac olmadı, yəni bağdakı. Bağla da on olmaz buna. Sonra the fly on the tree to the garden. Yəni əlaqəsi olmadı. Sonra I left my coat. Mən paltomu neyləmişəm? Qoymuşam. Stulun arasında, üzərində, pəncərənin yanında. During the party. Şeylə on olur bilirik. Pəncərənin yanında, parti ərzində. The dog ran. İt qaçdı. Nəyə? Həyətə. Həyətin arasına, içinə. Around the yard, among the bushes and under the bench. Yenə mənasızdır, bəli. Around the yard, yəni bağın ətrafında qaçdı, kolların arasında. Sonra və skamekanın altında. Balaca etdi. Sonra she stood, o dayandı, in her hand. Yəni o dayandı pəncərənin yanında with a cup of tea, bir fincan çay ilə əlində, in his hand. Bizim mənası ilə luli. The letter was kept. Məktub saxlanılırdı. Books nə deməkdir? Kitabların altında. Aha. Ha, kitabların altında, partanın üstündə, qapının yanında. Qapının yanındakı, partanın üstündəki kitabların altında. Tərsən gedək də. Qapının yanındakı, partanın üstündəki kitabların altında. Tam koordinat verir də. Wait at the bus stop. Bus stopla at olar. In front of library until noon. Yəni dayanacaqla ət işlənir də məntiqlə. Kitabxananın qarşısındakı dayanacaqda dayanıb. Mümkün ortaya qədər. Sonra they walked, onlar gəzdilər. Ha, ya bayaqki söhbətdə, bayaqki eyni buna oxşayan sual var idi. Parkın içərisindən gəzdilər. Fontanın tərəf getdilər. Səhər yeməyindən sonra. Ya məntiqlə bax indi burada fountain var. Between-dən sonra fountain tək olmaz. Fontanın üstündə getdilər olmur. Onda olmur. Out of da yəni əlaqəsi yoxdur. Sonra the children played, uşaqlar oynayırdılar evdə. In the rain olar da ya da before the rain də ola bilər. After the house. Inside the rain. Onsuz da bax eveningdən on olmaz. Bunu çıxdıq. Ət olmaz, bunu da çıxdıq. Qoy biraz variantları azaltmaq üçün. Between-dən sonra rain olmaz. Bunu da çıxdıq variantdan. Sonra after the house o da olmur. Inside the house evin içində oynadılar. Yağışdan sonra axşama kimi. She wrote her notebook. Notes o öz qeydlərini yazdı. Dəftərin arasına, içinə. On the last page. Yəni dəftərlə kitabın in işlənirdi. Səhifə ilə on işlənirdi. Cavab tapdıqmı? Başlığın aşağısında, altında. The shoes were left. Ayaqqabılar tərk edilmişdi, qoyulmuşdu. Qapının yanında. Qapının yanında, paltonun altında. Oyamaz. Deməli, burada kodla between olmaz. Between sonra çünki cəm gəlir.
The cloud of Before the umbrella qarşısında. Into əlaqəsi yoxdur. Left into the door. Qapının içinə qoyuldu olmur da, yəni. Qapının üstündə qoyuldu olmaz da, yəni məntiqlə. the cloud of the umbrella. The shoes were laid behind the door on the coat of umbrella olmur da, yəni. Çətin. By the door, qapının yanında, paltonun altında, çətirin yanında. We sat, biz oturduq At the table. at the table next to window for an hour. Müddətlə for işlənməlidir onsuz da. Müddətlə for işlənməlidir. Oradan tapa bilərdik cavabı. At the table, sit at the table nə deməkdir? Stolun yanında oturursan. Amma stolun arasında oturursan, üzərində. Next to the window, pəncərənin yanında bir saat müddətində. Since she sat, qapının yanında. Since she sat by the door with her suitcase until dawn. Suitcase nədir? Çamadanı ilə də. Qapının yanında oturdu, çamadanı ilə sübhə qədər. Sonra, they talked quietly. Onlar sakitcə danışdılar. About the plan. Plan haqqında. Nahar ərzində. At the small cafe. Balaca kafedə. Kafe ilə də işlənməlidir. He waited station. At the station. Dayanacaqda. Bax, wait nə uşaqlar for işlənir, amma kimisə gözləmək üçün. Amma dayanacağı gözləmirsən, dayanacaqda gözləyirsən. Olur nə? At the station. Next to the fountain. Until the sunset. Onsuz da birinci tapan kimi cavab çıxır. The painting Above the fireplace. on her birthday da burada yəqin ki. On her birthday. The painting above the fireplace, yəni ocağın üzərindəki şəkil given by her grandmother, nənəsi tərəfindən verilmişdi ad günündə. Above yuxarısında, by tərəfindən, onda birthday ilə. Lunch. Before lunch, after walking through the market, we started. Bəlkə after lunch'dır. Walking with her friend'dir da onsuz da. Under her friend olmaz da, yəni by her friend de olmaz, to her friend de olmaz. Yəni before lunch, nahardan, qəlinaltdan əvvəl, after walking through the market, marketdə gəzdikdən sonra dostları ilə o paltarı aldı.